Salam əziz və dəyərli izləyicilərimiz, hər biriniz canlı yayımıza xoş gəlmisiniz. Yeni qoşulanlar hər biri xoş gəlib, gününüz xeyirli, uğurlu keçsin. Ekranları yaxşı-yaxşı bəyənək, canlı yayımızı paylaşaq zəhmət olmasa. Mən də keçid etmək istəyirəm, sizə geyim modellərimizdən göstərim xanımlar. Mən dünən canlıda demişdik sizə ki, daha mən də demişdim ki, bugün bizdə yeni kolleksiya gələcək. Yeni geyim modellərimiz gələcək, həm günlük, həm də yeni gələn dəst modelimiz gəlib xanımlar. Ekranları yaxşı-yaxşı bəyənək, canlı yayımızı paylaşaq. Mən indi istəyirəm sizə yeni gələn mallarımızdan, geyimlərimizdən göstərim. Deməli, xatırladım ki, ilk olaraq mən hər canlı yayımızda bunu deyirəm ki, ümumi yeni gələn izləyicilərimizə də məlumat verim ki, mağazamızda xanımlarımız üçün həm böyük bədən, həm də kiçik bədən, gündəlik geyim modelləri olsun, ziyafət olsun, üst geyim modelləri olsun, mağazamızda mövcuddur. Belə, yeni gələnlər hər biri xoş gəlib, ekranlarımızı yaxşı-yaxşı bəyənək zəhmət olmasa, canlı yayımız açsın, ondan sonra mən keçid edəcəm sizə yeni gələn geyim modellərimizdən göstərməyə. Yeni gələn izləyicilərimiz də hər biri xoş gəlib. Aha, mən indi keçid edeyim bir-bir geyim modellərimizdən sizə təqdim edim xanımlar. Siz də yaxşı-yaxşı ekranı bəyənin, canlımızı paylaşın, zəhmət olmasa, izləməmiz açsın. Aha, belə. Deməli, istəyirəm ilk olaraq yeni gələnlərdən başlayalım. Onlardan sizə bir göstərim ki, görəsiniz yeni hansı geyimlər gəlib. Ekranları yaxşı-yaxşı bəyənək zəhmət olmasa. Baxın, məsələn, xanımlar, ilk olaraq bu geyimimizdən başlamaq istəyirəm. Bu mağazamızda dünən axşam gəlib. Elə mən də bugün canlı yayım açdım ki, sizə göstərim. Baxın, yeni gələn modellərdəndir. Çox qəşəng sərin saxlayan materialda, yumuşaq materialda olan günlük don modelimizdir. Ölçüləri də var, ölçüləri çoxdur, yəni ölçüləri ilə gəlib. Aha, ölçüləri çoxdur, ölçüləri ilə gəlib xanımlar. Əlimdəkinin ölçüsü 54 ölçüdür. Yəni pambıq ştaper materialda günlüyə geyinə biləcəyiniz. Uzaqdan da tutun, uzunluğunu görəsiniz. Yəni qəşəng uzun, belə fərqli bir modeldir. Ekranlarımızı yaxşı-yaxşı bəyənək zəhmət olmasa, yeni gələnlər də hər biri xoş gəlir. Aha, daha sonra keçim digər modelimizə xanımlar. Baxın, bu modelimiz də mağazamıza yeni gələn geyim modellərindəndir. Telefon uzaqdan qoyun, izləyicilərimiz rahat baxa bilsin. Ekranları bəyənək, canlı yayımızı paylaşaq zəhmət olmasa. Baxın, bu modelimiz də mən göstərmişdim sizə. Yenidən göstərim ki, ən çox sevilən yeni gələn geyim modellərimizdəndir xanımlar. Arxa hissəsi, baxın, belə qəşəng sadə, ön hissəsi qaşlı, qol hissələri də həmçinin belə düyməli, yeni gələn qəşəng bir modeldir. Hədiyyə üçün təşəkkür edirəm, çox sağ olun. Çox sağ olun hədiyyələr üçün. Bir hissəsində də öz parçasından kəməri var xanımlar. Kəmərdəki, baxın, belə broş vasitəsilə, yəni bir-birinə keçmək vasitəsilə bağlanır. Uzunluğunu da göstərim ki, uzun bir modeldir. Yeni gələn kolleksiya. Çox sağ olun hədiyyələr üçün təşəkkür edirəm. Var olasınız. Aha, uzunluğu da ki, yəni tam uzun, əyində qəşəng oturan bu modelimizin materialı bu arada kətan materialı xanımlar. Bundan əvvəl göstərdiklərim pambıq ştaper materialı idi. Bu geyimimizin materialı isə kətan materialdır. Bu geyimimizin həm videosunu paylaşmışam, həm model üstündə olan, həm də ki, belə özüm təqdim etdiyim videosunda paylaşmışam. Elə buradan keçid edib videoya baxsanız sevinərəm. Ekranları yaxşı-yaxşı bəyənək zəhmət olmasa 166 nəfərik. Hər birimiz bəyənsək canlı yayımımız qalxar. Aha. Daha sonra belə bir modelimizi istəyirəm sizə təqdim edeyim. Qiymətlə bağlı xanımlar, əlaqə nömrəmizə yazın zəhmət olmasa, ətraflı məlumat verək. Qiymətlərimiz çox münasibdir. Təqdim olunan qiymətdən hər biri endirimli qiymətdir. Canlı yayından gəldiyinizdə qeyd etsəz, sizə daha da endirimlərimiz olur. Aha, baxın, bu modelimizdə yeni gələn pambıq material, çox qəşəng, əyində çox qəşəng oturan geyim modelidir xanımlar. Ölçüləri ilə gəlib, ölçülərimiz çoxdur, 198 nəfərik, ekranlarımızı bəyənək zəhmət olmasa. Ölçüləri ilə gəlib, ölçüləri çoxdur, əlimdəki modelin ölçüsü 58 ölçüdür. Yəni, bu da onu göstərir ki, mağazamızda böyük bədən 60, 62, hətta 64 kiloya qədər, ölçüyə qədər geyimlərimiz var xanımlar. Uzunluğu isə uzun bir modeldir. Qeyd edim ki, materialdakı pambıq, yumuşaq ştaper materialındadır. Çox qəşəng, sərin bir paltardır. Arxa hissəsi, baxın, belə sadə. Ön hissəsində göstəreyim, belə qəşəng düyməli, həm də yaxasında belə gül işləməsi olan zərif bir modeldir xanımlar. Ölçülərimiz boldur, yəni çoxdur. Mağazaya dünən gəlib, yeni gələn modeldir.
Ölçü cəhətdən, qiymət cəhətdən heç narahat olmayın. Salam, xoş gəlmisiniz. Ölçü cəhətdən, qiymət cəhətdən narahat olmayın. Mağazamızda müştərilərimizə hər zaman endirimlərimiz olur. Qiymətlə də bağlı nə sualınız olarsa, buradakı əlaqə nömrəsi, baxın, qeyd etmişəm. Əlaqə nömrəmizə yazın, ətraflı məlumat verək. Keçid edim digər geyim modelimizə. Yeni gələn geyimlərimiz çoxdur. Siz ekranları yaxşı-yaxşı bəyənin, canlı yayımızın izləməsi düşməsin. Mən də sizə yeni gələnlərdən bir-bir təqdim edim xanımlar. Daha sonra istəyirəm sizə bu iki modeli biri göstərim. Çünki ikisi də bir-birinə oxşuyur, oxşar modellərdir. Müxtəlif rəngləri ilə gəlib bu modellər. Bu modelin yeni gələn modellərdir bu arada. Hamısı pambıq material, sərin, qəşəng don modellərdir. Baxın, bu iki model bir-birinə oxşar modeldir. Ancaq müxtəlif rəngləri ilə gəlib. Hər ikisinin baxın, yaxa hissəsində belə qəşəng broşu var. Fərqli ölçüləri də var xanımlar. Birinin ölçüsü 52-dir, birinin ölçüsü 54-dür. Hər ikisinin də ölçüləri mövcuddur. Bəli, 52-dən 60-a kimi hətta eşitdiniz ölçüləri də var xanımlar. 44-dən 50-yə kimi ölçüləri də var. Hər ikisi yeni gələn modeldir. Eyni modelin gördüyünüz kimi müxtəlif rəngləri ilə gəlir. Çox qəşəng, sərin saxlayan, yəni yayda geyinməyə uyğun, qəşəng bir modeldir. Uzunluğu da ki dizdən aşağıdır. Uzun bir modeldir. Qiymətlərimizdəki xanımlar çox münasibdir. Yəni biz sizə endirimli qiymətlərimizi təklif edirik. Daim müştərilərimizə, canlı yayımdan gələn müştərilərimizə endirimlərimiz də olur. Zəhmət olmasa ekranlarımızı çoxlu bəyənək. Daha sonra belə bir geyim modelimizi istəyirəm. Qiymətlə bağlı zəhmət olmasa əlaqə nömrəmizi yazın. Ya da belə deyirəm, qiyməti 35. Belə deyim biləsiniz. Bu ştapel pambıq materialdır hər biri. Yəni keyfiyyətli modellərdir. Yuyanda rəngi getmir, o sıxılmır, daralmır. Hər biri çox qəşəng geyim modelidir xanımlar. Daha sonra bu modelimizi də göstərirəm. Baxın, bu da yeni gələn, qəşəng gələn, rəngli bir modeldir. Ön hissəsi düyməlidir. Əlimdəki modelin ölçüsü 52 ölçüdür. Bu geyimlərin mən yenicə videosunu çəkmişəm. Buradan keçid edib səhifəmizə baxsaz, videomuzu da bəyənsəz bizim üçün xoş olar xanımlar. Bu modelimiz o birisi modelə nisbətən, baxın, belə göstərirəm, uzun bir modeldir. Bu modelin də əyində oturuşu çox qəşəngdir. 62-si bəli var. Əlimdəki modelin ölçüsü 52-dir. 62, yəni 50-dən 62-64-ə kimi ölçülərimiz var xanımlar. Qiymətlərimiz də ki çox münasibdir. Keyfiyyətlərinə də ki söz ola bilməz. Ekranlarımızı yaxşı-yaxşı bəyənək. Mən də keçim digər. Salam, xoş gəlmisiniz. Qiyməti 65-dir. Əlavə də nə sualınız olarsa, salam, xoş gəlmisiniz. Əlavə də nə sualınız olarsa, baxın, buradakı əlaqə nömrəsini yazın. Ölçülərimiz boldur, qiymətlərimiz olduqca münasibdir xanımlar. Ekranlarımızı zəhmət olmasa, çoxlu bəyənək, canlı yayımızı paylaşaq, izləməmiz düşməsin. Dünənki izləyicilərimiz hər biri çox qəşəng, aktiv iştirak eləyirdi. Mən də təşəkkür edirəm. Hər biri çox qəşəng, aktiv iştirak elədi. Dünənki canlı yayımız çox qəşəng getdi. Uzun qollusu var. Uzun qollu donlarımız da var. İndi mən istəyirəm birinci yeni gələnləri göstərim. Ondan sonra bütün ən böyük razmi 64-də 62-yə kimi ölçüləri var xanımlar. Aha, birinci istəyirəm yeni gələnləri göstərim. Ondan sonra keçərəm bir-bir bütün izləyicilərimizin istəklərini yerinə yetirərik. Daha sonra yeni gələnlərdən mən seçəcəm. Ekranlarımızı yaxşı bəyənək xanımlar, zəhmət olmazsa. Aha, yığdım, əlimdə bir neçə paltar gətirdim ki, sizə təqdim edim. Baxın, bu geyim modelimizdə, belə içəri salım, yeni gələn geyim modelidir, pambıq materialdır, arxa hissəsi belə sadə. Boğaz hissəsini də yaxından göstərim. Baxın, belə həm cibi, həm də boğaz hissəsi qaş işləməli, fərqli bir modeldir. Uzunluğu da ki, dizdən göstərilən geyimlərin hər birinin ölçüləri var xanımlar. 64 də var, 62 də var, 58 də var. Ölçülərimiz mövcuddur. Yəni ölçü cəhətdən narahat olmayın. Aha, əlimdəki modelin ölçüsü 52 ölçüdür xanımlar. Uzunluğunu da göstərmək istəyirəm ki, uzun bir modeldir, dizdən aşağı modeldir. Materialdakı pambıq ştapel materialdır. Yəni ki, çox qəşəng yayda, çox qəşəng sərin saxlayan, əyində oturuşu mükəmməldir. Keyfiyyətinə də ki, söz ola bilməz. Məsəl üçün, xanımlarımız bəzən soruşur ki, yuyulanda rəngi gedirmi? Nə bilim, o əyində də
kip otururmu, yuyulanda bəzən geyimlər görürsünüz ki, darlaşır və s. Yəni bunların heç birində elə bir hal yaşanmır. Keyfiyyətləri çox qəşəngdir. Ünvan deyim, adresi deyirəm. Adresimiz deməli Əhmədli metrosunda yerləşir mağazamız. Əhmədlidən düz yuxarı qalxırsınız. Bakı kinoteatrını keçirsiniz. Birinci svetofordan sağa dönən kimi İrşadla Azza mağazası ilə üzbə-üzdə yerləşir mağazamız. İstəsəz bu nömrəyə yazın, mən sizə ünvanı da göndərim. Ünvanımızın videosu da var səhifəmizdə. Keçək digər rəngli geyim modellərimizə. Baxın, bu modeldə aşağı hissəsi nisbətən balanlı bir modeldir. Yeni gələn modeldir bu da. İndi göstərdiyim geyimlərin hər biri pambıq ştapeli materialdır. Qiymət də ki 35'dir xanımlar. Yəni endirimli qiymətədir. Ölçülərimiz də var. Bu modelin də ölçüsü 54 ölçüdür. Qəşəng, bu da sərin materialda. Yəni yayda rahat geyinçıq bir modeldir. Daha sonra belə qəşəng xallı, buna xanımlarımız nə deyirlər qocum, yadıma düşür. Buna xanımlarımız qaroşkalı model. Mən xallı deyirdim, xanımlarımız qaroşkalı model deyirlər. Bu da yeni gələn modelimizdir. Bu da pambıq ştapeli materialdır. Çox qəşəngdir. Yəni ən çox satılan, ən çox soruşulan geyimlərimizdən idi ki, o gün biz bundan 4 dənəsini hətta ünvan çatdırılmada elədik ki, yəni bitmişdi, yenidən gətirdik. Ona görə də mən birinci elə sizə tez gələn kimi dedim canlı yayım açım, yeni gələnlərdən izləyicilərimizə göstərim. Əlimdəki modelin ölçüsü baxın 60-58. Yəni həm 60, həm də 58 ölçülü xanımlarımız geyinə bilər. Ölçülərimizdəki çoxdur xanımlar. Qiymət də ki 35. Yəni görürsünüz ki, çox münasib qiymətə təklif edirik sizə. Gözəl gününüz olsun. Bəyəndinizsə çəkin, atın şəklin. Bəli. Bəyəndinizsə şəklin, çəkin, atın. Ya sifariş verin, ya da mağazamıza yaxınlaşın. Gözəl gününüz olsun. Daha sonra baxın, eyni modelin, oxşar modelin rəngli formasıdır. Arxa hissəsi belə qəşəng, sadə, həmçinin varetnikli modeldir. Yəni o xanımlar bəzən gəlir deyir ki, boğazı belə olmasın, o V yaxı olmasın, dairəvi yaxı olmasın, varetnikli olsun. Yəni çox qəşəng görsənir, əynində çox qəşəng oturur. 54-56 razmeri don var, bəli var. Ölçü cəhətdən heç narahat olmuyor xanımlar. Əsasən böyük bədəndir. Əlimdəki elə 60-54 ölçüyə gedən, 60-dan 54-ə kimi olan qəşəng materialı xanımlar pambıqdır, ştapel. Pambıq ştapel materialdır. Uzunluğundakı belə öz üzərimdə göstərəcəm sizə. Uzunluğu da baxın, dizdən aşağı uzun bir modeldir. Yəni belə tutanda da görürsünüz ki, necə qəşəng, sərin, yumuşaq material. Qiymət 35. Yaxa hissəsində də belə qəşəng gülü də var. 3 düyməli bir modeldir. Hər biri yeni gəlib. Gələn kimi də mən dedim canlı açım. İzləyicilərimizə göstərim. Ekranlarımızı yaxşı bəyənək, zəhmət olmasa xanımlar. Dünənki izləyicilərimiz kimi görün, bugünkü izləyicilərimiz də aktiv olacaqmı? Əlimizdəki don 120 çəkiyə gedərmi? Bəli, gedər 62-yə, 64-ə kimi ölçülərimiz var. Yəni ölçü cəhətdən heç narahat olmuyor. Ünvanımız haradır? Aha, qeyd edirəm. Ünvanımız Əhmədli metrosunda yerləşir xanımlar. Əhmədli metrosundan düz yuxarı qalxırsınız. Bakı kinoteatrını keçən kimi az şinyət evi ilə üzbəyüz, İrşad mağazası ilə üzbəyüz yerləşir. Canınız şirin istəyirsinizsə əgər, buradakı əlaqə nömrəmiz baxın qoymuşam. O əlaqə nömrəmizə yazın, bu sarı çərçivədə olan. Baxın burada. Yazın ora, mən sizə özüm cavab verəcəm. Hansı ünvana istəyirsinizsə çatdırılma edirik, rayonlara poçtla göndəririk, Sumqayıta göndəririk. Yəni həm çatdırılma eləyək ya da mağazamıza gələ bilirsinizsə gəlin mağazamıza əldə edin. Yəni mağazamıza yaxınlaşan müştərilərimizə endirimlərimiz də olur. Mən bunu hər dəfə xatırladıram ki, izləyicilərimiz bilsin ki, endirimlərimiz də olur. İstəyirsiniz laf yaxşı yazın bu əlaqə nömrəsinə, mağazamıza yaxınlaşın. Keçid etmək istəyirəm digər geyim modellərimizə xanımlar. Bunlardan göstərdim, pambıq materiallardan. Keçən məncədə biraz kətanlardan göstərdim. Yəni kətan material donlarımızdan da xəbərdar olasınız. Hansı geyim modelini də görmək istəyirsinizsə, orada şərh bölməsində yazın, mən oxuyacağım. Orada yazın, mən sizə bir təqdim edeyim o modelləri. İndi kətanlardan seçin, gəlin sizə kətan donlarımızdan göstərim. Aha. Gözəl, çox sağ olun, gözəl gününüz olsun. Hə. Deməli xanımlar, birinci istəyirəm bu modeldən başlayım. Ekranları yaxşı bəyənək, zəhmət olmasa. Yeni gələnlər də hər biri xoş gəlib. Aha, kətan materialda çox qəşəng rəngi var. Bu ilin ən dəbdə olan, yəni ən çox sevilən, satılan rənglərindəndir bu nə xanımlar. Baxın, yaxa hissəsi belə qəşəng 3 düyməli. Yəni aşağı hissəsində belə balaca cibi də var. Kətan materialdır. Yəni kətan da yayda çox qəşəng sərin saxlayır.
Oturuşudakı mükəmməldir. Bu geyim modelləri elədir ki, xanımlar. Yəni həm gündəliyə, həm də ziyafətə geyinə bilərsiniz. Nə bilim, ad gününə, hansısa bir qonaqlığa gəlib alıb geyinə bilərsiniz. Ölçüləri də var. Əlimdəki modelin ölçüsü 52 ölçüdür. Digər ölçülərimiz də var. Yəni ölçüsünü çox gətirmişik. Hər biri göstərdiyim malların hər biri yeni gələn mallardır. İndi belə sizin üçün uzunluğunu da göstərəcəm ki, dizdən aşağı uzun bir modeldir. Kəməri var qızım. Bu modelin kəməri yoxdur, amma kəmərli model indi sizin üçün göstərərəm. Yeni gələn kəmərli kətan modelimiz də var. Hə, deməli modeli nəyindən danışacaqdım sizə? Kəsimi görürsünüz ki, xanımlar, kəsimi düz kəsimli. Yəni kilolu xanımlarımız üçün də belə kəsim niyə yaxşıdır ki? O bəzən məsəl üçün xanımlarımız gəlir deyir ki, elə geyim modeli olsun ki, artıq çəkilərimi bildirməsin, çox qəşəng otursun əynimdə. 58-60-ı var, bəli, var. Haradır? İndi bir saniyə gözləyin, qeyd edirəm. Qiymət deyirəm, bir dəqiqə bunun qiymətini neçə deyim? Qiymət 70 xanımlar. Endirimlərimiz də olur. Endirim cəhətdən heç narahat olmayın. Ekranlarımız yaxşı bəyənir. Niyə 70? Çünki kətandır, təmiz kətandır. Çox qəşəng, yəni sərin saxlayan bir modeldir. Bəli, çatdırmamız olur. Hara istəmişdiniz? Nərmanov. Bəli, Nərmanov metrosuna da, elə Nərmanov ərazisinə də çatdırmalarımız olur. Aha, kəmərlini indi göstərəcəm. Bu modelimiz qeyd etdiyim kimi kətandır. Rəngidəki çox qəşəngdir. Elə mən istəyirəm bundan sonra kəmərlini göstərim. Kəmərli modelində görmüş olasınız. Kəmərlinin videosunda paylaşmışam xanımlar. Həm model üstündə paylaşmışam, həm də ki belə özüm təqdim etdiyimiz bəli olur. Mən sizdən paltar almışam, çox xoşuma gəlib. İndi də sizi izləyirəm. Çox sağ olun, təşəkkür edirik. Bəyənmisinizsə nə xoş bizə. İnşallah ki sizi mağazamızda daim gözləyirik. Gəlin yenə alın. Ünvanımız Əhmədli metrosunda yerləşir xanımlar. Salam, sizdə Rozbukovda var, bəli, göstərərəm. Ünvanımız Əhmədli metrosunda yerləşir. Əhmədlidən düz yuxarı qalxırsınız. Bakı Kinoteatrın keçən kimi birinci svetofordan döndüz, Azza-yla üzbəyüz yerləşir. Aha, daha sonra kəmərli bu modelimizi mən göstərəcəm. Bu modelimizin də materialı kətandır. Baxın, arxa hissəsi belə qəşəng sadə, ön hissəsi belə zərif qaş işləməli. Qollardakı, baxın, qəşəng 3 düyməli belə bir fərqli bir modeldir xanımlar. Hə, deməli, bel hissəsində kəmərində gördünüz. Keçək digər bir modelimizə. Göstərində koftan. Göstərəcəm. Zəhmət olmasa izləyicilərimiz biraz çoxdur. Anlayış göstərərək mən bir-bir yeni gələnlərdən göstəreyim. Ondan sonra keçərik kofta modellərinə xanımlar. Ekranları yaxşı bəyənin. Canlıdan da çıxmayın. Hələ təzə açmışıq. Hələ ki 1 saatdan çox canlıda olacağıq. Hə, daha sonra belə kətanımızı da istəyirəm göstəreyim. Baxın, bu da yeni gələn. Rəngi də ki çox qəşəngdir, bej rəngdir. Yəni mən xanımlara tövsiyə eləyərdim ki, yayda hamı açıq rəng geyinsin. Yəni yayda açıq rəngdə onlar geyinmək daha yaxşıdır, daha məsləhətlidir, daha da qəşəng, zövqlü görsənir. Kətan materialdır. Yanlarında baxın belə cibləri də var. Uzunluğu da ki dizdən aşağı uzun bir modeldir. İndi yaxından istəyirəm göstərim. O birisini bir də uzaqdan göstər. Hansı o birisi kəmərlini deyirsinizsə indi göstərərəm yaxşı. Aha, ön hissəsində baxın belə gülü də var, çiyin bəzəklərini də sizə göstərim. Uzaqdan da bir də tuturam, baxın, uzunluğu da uzun, arxa hissəsi belə sadə, qəşəng bir modeldir xanımlar. Qiymətləri 70. Mən gecikirəm xanım, gəlim alımda, hə, yaxşı göstərirəm indi. Xahiş edirəm, harada yerləşir? Mağazamız Əhmədli metrosunda yerləşir. Əhmədlidən baxın. Düz yuxarı qalxdınız. Hansı tərəfə çıxırsınız onu da deyim. Metrodan Zoluşka tərəfə çıxırsınız. Zoluşkanı hamı tanıyır. Metrodan Zoluşka tərəfə çıxırsınız. Dümdüz o mağazaların sırası ilə Boran restoranı və s. keçirsiniz. Dümdüz mağazaların sırası ilə gəlirsiniz. Görəcəksiniz Bakı Kinoteatrı. Elə soruşsaz kimdən ki Bakı Kinoteatrı tərəfə, Zoluşka tərəfə çıxış haradır deyəcəklər. Keçirsiniz, Turan klinikasında keçirsiniz. Görəcəksiniz svetofor. Tam ətraflı izah eləyirəm. Svetofordan da keçən kimi İrşad mağazası var, Azza Şirniyyat evi var. Tam onunla üzbəyüzdə yerləşirik. İstəsəz yazarsınız, mən sizə, baxın bu nömrəyə yazın, mən sizə konum, məkan da atım. Həm də bu da kətandır. Göstərirəm xanım, göstərirəm. Baxın, kəmərlidən əvvəlki buydu. Bunu deyirsiniz siz yəqin ki, kətan material, karisli verən qiyməti 70, kəmərlinin də qiyməti 65. Ölçülərimiz də var, materiallar da kətandır, qiymətimizdəki endirimlərimiz də olur. Aha,
Daha sonra keçin bu kətanlara. Baxın, bu kətan da o bayaq göstərdiyim 5 kətanı daha biraz tünd tonudur. Arxa hissəsi görün çox qəşəng xanımlar. Küpür işləməlidir. Arxa hissəsi, çiyin hissəsi də həmçinin yanlarında qəşəng cibləri də var. Bunun da əlindəki bu model ölçüsü standartdır xanımlar. Yəni standart ölçüdür. Böyük bədən xanımlarımız da gəlib rahatlıqla geyinə bilər. Uzunluğundakı dizdən aşağı uzun bir modeldir. Materialın bir daha xatırladıram ki, kətan materialdır. Daha sonra kətan belə bir donumuzu göstərmək istəyirəm. Bu donumuzun yaşıl xaki rəngi də var. Bir saniyə gözləyim, mən onu tapım. Bunu sizə iki rəngində istəyirəm göstərim. Ekranlarımızı bəyənə zəhmət olmasa. Aha, bu donumuzun da deməli xanımlar mağazamızda iki rəngi ilə var. Həm xaki yaşıl rəngində, həm də gördüyünüz kimi korичнев rəngində mövcuddur. Hədiyyə üçün təşəkkür eləyirəm. Çox sağ olun. Dəyişəcəm. Deməli xanımlar, qeyd etdiyim kimi iki rəngi ilə mövcud idi. Materialı da kətan materialdır, ölçüləri də var. Həm ön hissəsi, həm də aşağı hissəsi düyməli bir modeldir. Salam, xoş gəlmisiniz. Həm ön hissəsi, həm də aşağı hissəsi düyməli bir modeldir. İndi istəyirəm keçim donların yanına. Buradansa keçək, baxın bu donların yanına. Həm çeşidləri görmüş olasınız xanımlar. Buradan qoyum. Həm çeşidləri görmüş olasınız ki, çeşidlərimiz çoxdur. Haradır? Ünvanımızı indi xatırladıram. Bir dəqiqə gözləyin. Telefonu burada yerləşdirim. Həm çeşidləri görmüş olasınız, həm də belə koftanı da göstərəcəm. Ünvanımızı xatırladım, koftaları da göstərərəm. Ünvanımız Əhmədli metrosunda yerləşir xanımlar. Əhmədli metrosundan düz yuxarı qalxdınız. Bakı kinoteatrın keçən kimi birinci svetofordan sağa dönürsünüz. İrşad mağazası ilə Azza Şirniyyat evi ilə tam üzbəyüzdə yerləşir mağazamız. Yazın, mən sizə əlaqə nömrəsində arxadakı dikburun ayaqqabı hansı dikburun ayaqqabı? Arxada nə qədər ayaqqabı var? Hansını istəyirsinizsə yazın, göstərim. Aha. Donlardan göster. Üstündə şəkil olmasın. Birinci. Qiymətimi bilmirəm. Əynimdəki bu mağazadan deyil xanımlar. Mağazamızda bu rəngdə koftam. Həmişə canlı açanda hamı mənim üstündəki geyimləri soruşur. Özüm koftalarımı çoxdur, bəli. Keçirəm koftalara, yaxşı. Kofta, yaxşı. Keçirik koftalara. Aha. Ekranlarımızı yaxşı-yaxşı bəyənək, canlı yayımızı paylaşaq, zəhmət olmasa xanımlar. Deməli, elə birinci belə göstərim ki, baxın, görün nə qədər qəşəng kofta modellərimiz var, bir-birindən gözəl. Həm köynək, həm kətan köynək, həmçinin kofta modellərimiz mövcuddur. Hədiyyə üçün təşəkkür edirəm. Fiyat nedir acaba? Fiyatlarımız Azərbaycan pulu ilandır. Fiyatlarımız dəyişən fiyatlardır, fiyat demişkən. Nə? Üstü rozbu. Üstü rozbu göstərim. Rozbu kofta. Yəqin ki, siz dünən mən rozbu koftanın videosunu paylaşmışam. O koftanı deyirsiniz. O tərəfdədir. Mən indi düşürdüm, onu gətirirəm. Ekranları yaxşı-yaxşı bəyənin. Mən o koftanı düşürdüm, gətirirəm sizin üçün. Aha. Hədiyyə üçün təşəkkür edirəm. Çox sağ olun. Rozbu yəqin ki, xanım bu rozbu koftanı deyirdi. Mən dünən canlıda, daha doğrusu videosunu paylaşmışdım. Aha, bir dəqiqə çıxardım mankenin üstündən, rahat göstərim sizə, görəsiz. Hədiyyələr üçün çox sağ olun. Təşəkkür edirəm. Bir hesab var, o atır, hə? Məmmədov, hə? Deməli, düz hissəsi bu tərəfdir, bir dəqiqə. Aha, bu koftanı deyib yəqin. Xanım, böyük bədən donlarımız var. Bəli, donları indi göstərirdim. Dedilər, kofta göstər. Üstündə heç nə olmayan rozvu taparam. Rozvu koftalarımız var. Çəhrayı rəngdə qəşəng bir kofta modeli idi. Dünən videosunda paylaşmışam. Baxın, sizə göstəreyim. Qol hissəsi çox qəşəng güpür, həm də belə qaş işləməli. Qəşəng hədiyyə üçün çox sağ. Həm güpür, həm də qaş işləməli, çox qəşəng bir fərqli kofta modelidir. Yaxa hissəsində də baxın belə qaş işləməsi var. Takib ata bilərsiniz. Sizə yoxsa bizə? Bizim səhifəmizə takib atın. Sizin səhifənizi reklam eləmirəm. Aha, uzunluğudakı, yəni şal var üstü, qəşəng bir kofta modelidir xanımlar. Xanım, sadə kofta üstündə heç nə olmasın. Yaxşı, bir-bir göstərəm xanım. Səbirli olaq, zəhmət olmasa. Belə əmr tərzində də yazırsın. 3-4 dəfə eyni şey. Bir-bir mən sırayla kofta, hamısı bırak. Bəyənmirsiniz, baxmayın. Bəyənmirsiniz, xoşunuz gəlmir, baxmayın. Yəni, məcbur eləmirik ki, sizə bizim koftaları bəyənin, bizim geyimlərə baxın. Elə sizi engelləyək vəbşi. Heç kim məcbur saxlamırıq burada. Gedin Ağcabəddən alınsınız.
İkimizə də olar. Hə, ikimizə də həm o səhifəyə atın, həm də bizə atarsınız takip. Düz deyəndə ki, mallarımızı pisləyir, hə. Ekranlarımızı bəyənən zəhmət olmasa, xanımlar, bəli, boş verək. Daha sonra belə qara, qəşəng, sadə, uzun kofta modelimizi istəyirəm sizə. Bəli, kim xoşu gəlmir, qoşulmasın. Hə, tamam, narahat olmayın, göstər. Üstündə heç nə olmayan kofta nə göstərə bilərik? Var, verim. Hə, zəhmət olmasa siz verin, mən bu xanım üçün göstərim. Aha, qara qəşəng belə sadə, pambıq materialda, nazik materialda, arxa hissəsi baxın sadədir. Ön hissəsi isə belə qəşəng qaş işləməli, uzunluğu da ki, şalvar üstü bir modeldir. Yəni uzunluğu yan hissəni örtən qəşəng bir kofta modeli. Baxın, heç nə yoxdur, qəşəng materialı. Heç nə olmayan BMW markalı koftalar var. Yoxdur, elə markalı koftalarımız yoxdur. Hə, heç nə olmayan, heç nəsiz kofta demişdiniz, göstərdik, tapdıq, göstərdik. Baxın, yan hissələri belə yığılır. Göstərim belə sizin üçün. Yəni həm yığıb, həm də aça bilərsiniz. Materialdakı pambıq materialdır. Çox qəşəng, yumuşaq materialı var. Roz rəng hava çəkən koftalar roz rəngi. Roz rəng heç nəsiz kofta. Təəssüf ki, elə bir də roz koftamız var idi, onu göstərdim. Deyir ki, üstündə heç nə olmasın, ümumiyyətlə heç nə olmasın. Heç nəsiz tək roz rəng. Salam, bazar olsun. Böyük bədən paltar qadın üçündür, hamısı bəli qadın üçündür. Salam, qara koftanın qiyməti. Bu koftanın qiyməti neçədir? Bunu da deyin, zəhmət olmasa mən qeyd edeyim. 35. Yuxarıda biri var rozvu. Hə, hansı? Baxın bir əmbəyə tutum. Yəqin ki, xanım onu deyir. Bəlkə onu deyir rozvu. Ola bilsin. Hə. İndi düşürdərəm sizin üçün. Ekranlarımızı bəyənək zəhmət olmasa bir dəqiqə sualları tez-tez oxuyum. Böyük bədən paltarlarımız bəli var. Hamısı qadın üçündür. Yuxarıda biri var rozvu. İndi onu göstərəlim. Qara koftanın da qiyməti, qara koftanın da qiyməti 35. Endirimlərimiz də olur. Ağın yanında onu demirəm. Ağın yanında, bunu deyir xanım. O ağın yanındakı. Bu mu? O rozvu, onu. Belə. Bu koftamızı, o rozvu koftamız gələnə kimi göstəreyim. Bu da yeni gələn koftadır. Rozvu belə də var. Bir göstərəcəm. Bu da yeni gələn kofta modellərimizdəndir. Material da qeyd etdiyim kimi pambıq, yumuşaq materialda. Ön hissəsi baxın belə qəşəng qaşlı, fərqli bir modeldir. Tez-tez göstərəcəm indi isə kofta modellərimizdən görəsiz. Qiymətləri də ki 35 endirimli qiymətdir. 66 razı, çox sağ olun. Siz sağ olun. 66 razmerləri var, bəli. O rozvunu göstərirəm indi. Daha baxın, belə rozvu koftamız da var. Bu da qollu modeldir. Yəni hicablı xanımlarımız da geyinə bilər, göstərəcəm. Ön hissəsi qaşlı, arxa hissəsi həm qaş, həm də güpürlü bir modeldir. Axşamüstü gələcəm, nənəmi alın birin. İnşallah gözləyirik. Axşamüstü gələrsiniz, nənənizi alarsınız. Qadın geyimləri keyfiyyətli və münasib qiymətə. Bəli, düz deyirsiniz. Bunu etiketləyim elə. İzləyicilərimiz görsün ki, həm keyfiyyətli, həm də münasib qiymətə. Sizin yorumunuzu etiketlədim. Bunu da göstərdim. Heç nəsiz kofta. Xanımın istədiyi koftanı tez göstərim. Aha, deməli. Xanımın istədiyi kofta bu idi. Rozvu heç nəsiz. Baxın, parçası özündən biserli, aşağı hissəsi isə belə qəşəng qaşlı. Bura haradır? Bura Əhmədli metrosunda yerləşir xanımlar. Əhmədli metrosundan düz yuxarı qalxırsınız. Bakı kinoteatrın keçən kimi birinci svetofordan sağa dönürsünüz. Azayla üzbəyüz yerləşir. İstəyirsinizsə, yəni mağazaya daha doğrusu gələ bilmirsinizsə, rayonlarda çatdırılma edirik poçt vasitəsilə. Bakı şəhər daxilində kuryer vasitəsilə çatdırılma da edirik. Ekranlarımızı yaxşı bəyənək zəhmət olmasa. Arxa hissəsi baxın belə qəşəng sadə, ön hissəsi isə aşağı hissəsi daha doğrusu qaşlı, qəşəng bir kofta modeli. Qarası korişlisi var. Aha, bu modelimizin 3 rəngi var. Həm qarası, həm də korişlisi də var. İstəsəz onları da göstərərəm sizin üçün. Qiymətlərimiz də ki çox münasibdir xanımlar. Deməli, bunu qoyun bura, keçim digər kofta modellərimizdən bir sizə göstərim. Bu manikeni də belə tutun ən yaxşısı. Bunu yuxarıdan tutmağa yeri yoxdur. Bu da ağ-qara kofta modelidir. Qadın geyimləri keyfiyyətli yenə yazdı siz onu. Mən onda bunu yenə sabitləyərəm. Elə yəni də xanımlarımız da görsün ki, həm münasib qiymətə, həm də keyfiyyətli geyimlər bizdədir. Aha, daha sonra belə ağ-qara, sadə, qaşsız, bəzəksiz kofta modeli axtaran xanımlarımız üçün belə kofta modelimizi də istəyirəm göstərim. Uzunluğu da ki, yəni şalvar üstü bir modeldir xanımlar. Qiymət 35. Uzunluğu şalvar üstü bir modeldir. Həm şalvarla, həm də ətəklə, yəni nə ilə istəsəz geyinə bilərsiniz. Daha sonra sadə belə bir koftamızı istəyirəm ki, hər gedəndən gedənə yazacağım, etiketləyərsiniz. Heç nə yazarsınız, zəhmət olmasa mən onu etiketləyərəm, izləyicilərimiz görər. Ekranları yaxşı bəyənək zəhmət olmasa xanımlar.
Deməli, daha sonra sadə heç nəsiz belə kofta modelimiz var. Heç nəsiz kofta istəyən xanımlarımız üçün. Salam gözəl qızım kimi. Salam, xoş gəlmisiniz. Qiymət 35. Koftalarımızın qiyməti 35-dir xanımlar. Hər biri endirimli qiymətdir. İndi koftalardan sonra keçəcəm. Köynək modellərini də göstərim. Qadın geyimləri keyfiyyətli və hə, siz də yazdınız. Yaxşı. Sizin də yorumunuzu indi sabitləyərəm. Aha. İndi komment yazmaqsa dava düşəcək. Aha, heç nəsiz sadə, qəşəng arxa hissəsi baxın belə sadədir. Rəngidəki bu ilin ən dəbdə olan rənglərindəndir. Salam, özünüz də qəşəngsiniz, mallarınız bir-birinə gözəl. Salam, çox sağ olun, təşəkkür edirəm xoş sözləriniz üçün xanımlar. Siz də gözəlsiniz, hər biriniz gözəlsiniz. Mənim var bu ağ köynəkdən Sədrəkdən 8 manata almışdım. Lap yaxşı almışsınız, gedin oradan da almağa davam edin. Aha, salam, donları göstərim, böyük bədən göstərərəm. Donları bayaq göstərirdim, keçdim koftaları. Zəhmət olmasa kostyumları göstərəcəm, hamısını göstərəcəm xanımlar. Koftalardan bir dənə tez göstərək, yekunlaşdıraq, keçəcəm digərlərinə. Həm bunu da göstərdim, sadə kofta modelimizdir dedim. Baxım nə gəlib, zəhmət olmasa kostyumları da göstərirəm. Onu da keçeyim, o bir dəqiqə. İzləyicilərimizin çoxu donu istəyir. Onu keçək donların yanına yenə. Keçək donlarımızdan göstərək. Çoxu da yeni qoşulan izləyicilərimizdir. Bayaq yəqin qoşula bilməmişdilər, donları görməmişdilər. Mən ona görə don modellərindən yenə göstərəcəm. Hər biri yeni gəlib xanımlar. Dünən axşam gəlib mallarımız. Videosunda paylaşmışam. İstəsəz baxın, buradan keçid edərsiniz. Baxarsınız, yəni videosuna da ki, hansı mallarımız gəlib yeni. İndi keçid edin, bir-bir göstərim. Sabitləməmiz itdi, onu yenə sabitləyim. Bədən kəsik nə? Beldən kəsik don var. Var. Deməli, bunlar hər biri yeni gəlib. Materialları pambıq, sərin, ştapel materialdır xanımlar. İndi belə də qoyum telefonu, uzaqdan göstərim. Mücət lazım. Eybi yoxdur, özü lazımdır. Hə, deməli, baxın, bu don modelimiz də yeni gəlib. Pambıq materialdır, ştapel materialdır. Arxa hissəsi belə sadə, ön hissəsində yaxından göstəreyim. Həm cib hissəsi, həm də boğaz hissəsi. Qaş işləməlidir. Ölçüləri çoxdur. Ölçülər, yəni geyim dünən gəlib deyə seriyası çox gəlib. Ölçüləri çox gəlib. Əlimdəkinin ölçüsü 60-54 ölçüdür. Yəni böyük bir modeldir, boş bir modeldir deyə kilolu xanımlarımız gəlib alıb rahatlıqla geyinə bilərlər. Ekranları bəyənir xanımlar, zəhmət olmasa. Daha sonra beldən kəsik, hə, göstərəcəm yaxşı. İndi beldən kəsik, o bazar olsun. Çox sağ olun, təşəkkür edirik. Pambıq material, ştapel materialların qiyməti 35. Sabitləyirəm indi bunu bir dəqiqə. İzləyicilər işarə, hə, yorumu sabitli. Ekranlarımızı bəyənək zəhmət olmasa. Baxın, beldən kəsik ol deyən xanım ekrana yaxın əyləşsin. Ştapel material çox qəşəng don modelimizdir xanımlar. Yan hissəsindən ciblidir. Əynindəki koftadan var. Əynindəki kofta mağazamızdan deyil, amma bunu oxşar daha qəşəng koftalarımız var. Bayaq koftaların yanındaydım. İzləyicilər don istədiyi keçdim bura. Daha sonra koftalara qayıdarıq. Siz baxın niyə də canlı yayınımıza. Aha, daha sonra bel hissəsində baxın öz parçasından kəməri də var. Daha sonra digər beldən kəsik don modellərindən göstərəcəm. İndi sizə bir baxarsınız. Hə, baxın bu da yeni gəlib. Həm yeni gəlib, həm də xanımın istəyinə uyğun olaraq. Yəni istədiyim modeldə olan don formasıdır. Əlimdəki modelin ölçüsü bir dəqiqə 58 ölçüdür, digər ölçülər də var. Yəni ölçü cəhətdən heç narahat olmuyor xanımlar. Qiymətlərimizdəki çox münasibdir. Bunun da materialı pambıq materialdır. Uzunluğu da ki dizdən aşağı uzun bir modeldir. Ekranlarımızı yaxşı bəyənək zəhmət olmasa, yeni gələn izləyicilərimiz də hər biri xoş gəlib. Əlavə də nə sualınız olarsa xanımlar, buradakı əlaqə nömrəsinə yaza bilərsiniz. Çatdırılma xidmətimiz də mövcuddur. Mən hər dəfə bunu xatırladıram ki, yeni qoşulan izləyicilərimiz də bilsin. Aha. Daha sonra ön hissəsi də düyməli bir modeldir. Ölçüləri də ki var. Ünvanımızı xatırladıram indi yaxşı. Ünvanımız Əhmədli metrosunun çox gözəl xanımsa. Çox sağ olun, təşəkkür edirəm xoş sözləriniz üçün. Ünvanımız Əhmədli metrosunda yerləşir. Əhmədli metrosundan düz yuxarı qalxırsınız. Bakı kinoteatrın keçən kimi bəli, birinci svetofordan sağa dönürsünüz. Azza ilə üzbəyüz, İrşad mağazasından üzbəyüz yerləşir. Aha. O don neçəyədir? Hansı don?
Bu don deyirsiniz 35. Pambıq ştapeli material donlardır. Yeni gələn donlardır. Qiymət 35. Çox münasib qiymətə təklif edirik sizə geyim modellərimizi. Endirimlərimiz də olur. Həm daimi müştərilərimizə, həm də canlı yayımdan digər sosial şəbəkələrdən gələn müştərilərimizə endirimlərimiz də olur. Siz sağ olun. Ünvanı indi qeyd elədim. Bir daha xatırladım, yaxşı. Əhmədli metrosunda yerləşir. Məzahir Rüstəmov 140 küçəsində yerləşir. Azza ilə üzbəyüzdür. Bakı Kinoteatrı. Hə, elə qoy bunu yorumu sabitləyim, ən yaxşısı. Ünvanı görsünlər. Çox sağ olun yazdığınız üçün. Hə, istəsəz bu əlaqə nömrəsini yazın. Mən sizə konum da ataram. Yəni mağazamızın məkanını da ata bilərəm. Don modellərimizdən davam eləyək xanımlar. Daha sonra belə bir o xanım dediyi kimi beldən kəsməli olan don model. Necə? Hə, göstərəcəm, yaxşı. Bunlardan da göstər. Yaxşı, yaxşı. Hə, bu iki donumuzu da göstəreyim. Ondan sonra yeri dəyişəcəm, keçəcəm dəst modellərindən göstərməyə. Donlar düşdü yerə. Bir dəqiqə. Ekranları bəyənin, zəhmət olmasa xanımlar. Dursun, burada asarıq. Hə, bu donumuzu göstərmək istəyirəm. Bu da bitmişdi. Seriyaların, yəni ölçülərin yenidən gətirdik sizin üçün. Baxın, arxa hissəsi belə qəşəng sadə. Ön hissəsi həm pambıq, həm də güpür işləməli. Qəşəng zərif don modelidir xanımlar. Ön hissəsindəki belə düyməlidir. Yaxa hissəsində qəşəng balaca gülü də var. Ölçülərdəki mövcuddur. Əlimdəki modelin ölçüsü 54 ölçüdür. Digər ölçülərdəki var. Yəni hansı ölçünü istəyirsinizsə mağazamızda var. Uzunluğudakı uzun bir modeldir. Materialı da pambıqdır xanımlar. Bunu da göstərirəm, keçirik dəstlərə. Daha sonra baxın belə qəşəng rəngli, sadə, yumuşaq, nazik materialda olan don modelimiz. Bu da pambıq material. Hər birindəki ölçüləri var. Qiymətdəki 35. Münasib endirimli qiymətədir. Yeni gələn izləyicilərimiz hər biri xoş gəlib. Ekran 17K. Bugün eləyək canlı yayımızı bəyənməsin 30K eləyək. Dünən 25-də bağlamışdım. Keçən gün 20 olmuşdu. Bugün də 30 eləyək, dəyişiklik olsun. Keçim indi dəst modellərimizdən göstərim sizə. Aha, buradan şeylər düz qalsın. Həm. İndi istəyirəm dəst modellərimizdən göstərim. Onlar da sizin üçün yenidən gətirmişik. Ölçüləri bitmişdi. Həm kətan, həm də pambıq material, şifon material da həmçinin dəst modellərimiz var. Elə birinci bundan başlayıram. Heç görürsünüz ki, açmamışıq. Üstündə də elə hazır kloku da. İndi bunu elə burada canlı yayımda açacağım. Hədəf 30K, tez-tez tıklayaq. Bəli, bəli, bunu da sabitləyim, izləyicilərimiz görsün. Bir dəqiqə. Aha. Ay, niyə olmadı? Hə, oldu. Hə, indi bunu canlı yayımda elə açacağım. Bu sürpriz kutu açılmış. Bunu açıram elə burada üstünü kağızını sizə göstəreyim, paketini sizə göstəreyim. Yeni gəlib, heç açmamışdıq bunu. Hə, sabitin silimiyib, yox buradadır. Ekranlarımızı bəyənək xanımlar, zəhmət olmasa. Mən bunu açım, sizə göstərim. Qiymətlərimizdəki çox münasibdir, endirimli qiymətlərdir. Daimi müştərilərimizə endirimlərimizdəki hər zaman olur xanımlar. Mağazamızda çatdırılma xidmətimiz də var. Hə, çıxartdım. Birini çıxartdım. Elə biri bəsdir ki, birinin üstündə danışaram. Elə görürsünüz ki, ölçüləri gəlib, çeşid çoxdur. Mən sadəcə birinin üstündə danışacağım. Ünvanımız haradır? Ünvanımız Əhmədli metrosunda yerləşir. Əhmədlidən düz yuxarı qalxdınız. Məzahir Rüstəmov 140 küçəsində Azza Şirniyyat evi ilə üzbəyiz yerləşir. Aha, elə ən yaxşısı bu. Hədəfi sabitləməkdənsə mən bunu sabitləyim. Sən bitdikcə bunu kopyala at ki, mən onu sabitləyim ki, izləyicilərimiz görsün ki, ünvanımız haradır. Hə, yeni gələn dəstimiz. Mən bunun üstə danışırdım, başım qarışdı. Baxın. Necə? Hə. Deməli, hə, elə var, sabitləmişəm. Bu şalvarı düşür, qoy, ən yaxşısı belə göstərim. Bunun materialı şifondur, yeni gəlib. Yeni gələn dəst modelidir, xanımlar. Elə mən yaxşı olub bunu düşməyə ki, ayrı-ayrılıqda sizə göstərərəm. Baxın. Ölçüsünü də baxım deyəcəm indi sizə, görün bu standartdırmı ölçü? Ölçü nədir? Əlimdəki 54 ölçüdür, digər ölçüləri də var. Şalvarın da baxın bel hissəsi qəşəng rezinlidir. 54 olmağına baxmayın, 56 ölçüdə məncə geyinə bilər. Çünki boş bir modeldir, böyük bir modeldir. Özünüz də görürsünüz ki, bel hissəsi də rezinli. Bəli, 52-dən 58-ə kimi ölçüləri var. Hə, şalvarı belə qəşəng sadə qara şifon. Köynəyini də indi sizə göstərim. Yalnız dəst şəklində satılır xanımlar.
Köynəyi də baxın, yan hissəsindən belə qəşəng yığılır, nazik, fərqli bir köynəyi var. Ölçüləri mövcuddur, qiymətimiz də ki çox münasibdir. Yeni gələn modeldir. Elə indi xanımlarımızın gözünün önündə açdım. Gördülər ki, yeni gələn modeldir. Ölçüləri də ki boldur xanımlar. Keçim digər növbəti dəst modellərimizdən sizə bir-bir təqdim edeyim. Hansını bəyənsəniz, hansı geyimi görmək istəsəz, yazın burada şərh bölməsinə. Mən sizə məlumat verim. Bu indiki dəstimizin qiyməti nə idi bu yeni gələn? Hə. İndi sizə qiymətlər burada bir-bir. Bu gözəllikdə qız niyə satıcı işləyir? Çox qəşəng sualdır. Özüm ali təhsilliyəm, işim başqadır. Bu şəxsi sualları vəbşi ümumiyyətlə verilmir. Bu yersiz şeyləri yığışdıraq buradan. Qiymətlər indi yazılır xanımlar. Qiymətlər yazılır, siz baxarsınız. 75. Elə burada baxın, sabitləyirəm. Hər qiymət yazıldıqca sabitləyəcəm bir-bir görəsiniz. Bir dəqiqə niyə olmadı bunu sabitləmək? Hə, oldu. İndi bir-bir dəst modellərimizdən keçək, təqdim edək sizə xanımlar. Daha sonra belə qəşəng dəst modelimizi istəyirəm göstərim. Ünvan da burada görürsünüz. Mən indi sadəcə qiymətləri sabitləyəcəm deyə. Təəssüf ki, ünvanı sabitləyə bilmirəm. Çünki izləyicilərimiz ən çox qiymətlərlə maraqlanır. Bu da yeni gələn qəşəng ikili dəst modellərimizdəndir. Baxın, hər dəfə bu hesab aşağıda gördüyünüz hesab qiymətləri yazır. Ön hissəsi həm qaş işləməlidir, belə qəşəng 2 dənə broşu da var. Gör sizə nə qədər ürək göndərdim. Yaxşı elədiniz, çox sağ olun, təşəkkür edirəm. Hə, şalvarı belə qəşəng sadə qara klassik şalvarı var. Üstdən də ona uyğun köynəyidir. Yəni bu ikili dəst elədi ki, o bizlər məsəl üçün ancaq gündəlik geymək olursa, bu indi göstərdiklərimi həm gündəliyə geyinə bilirsiniz, həm nə bilim ziyafətə, ad gününə və s. geyinmək olar məncə. Ölçülər də var, qiymətlər də ki çox münasibdir. Əlimdəki modelin ölçüsü 58 ölçüdür xanımlar. Ekran bəyənimiz neçə oldu? 22K olub, 25K, 30K demişdim, 25-ə düşməyək. 30K ilə ekran bəyənməmizin zəhmət olmasa, yeni gələn izləyicilərimiz də hər biri xoş gəlib. Keçim digər dəst modellərimizə. Daha sonra baxın sadə dəst geyinmək istəyən xanımlarımız üçün kətan materialda uzun xalat platyalar varmı? Bəli, var. Siz yəqin ki, yeni qoşulmusunuz, görmədiniz. Mən bundan əvvəl ekranı təpikliyim mən bundan əvvəl təqdim edirdim. İndi yenə sizin üçün göstərərəm. Deməli, sadə, belə qəşəng sadə ikili dəst axtaran xanımlarımız üçün kətan materialdır. Sadədir, qəşəng sərin saxlayır. Qiymətdəki, baxın, sabitləyirəm. Bir dəqiqə. Bu yorumu sabitlə. Qiymətini də sabitlədim. Baxın, hər dəfə mən göstərdikcə aşağıda qiymətlər yazılacaq xanımlar. Göstərərəm. Zəhmət deyil. Sadəcə izləyin. Mən indi bir-bir göstərəcəm. Sadə belə qəşəng dəst axtaran xanımlarımız üçün kətan materialdır. Əlimdəkinin ölçüsü 50-dir. Ölçülər də var. Mən hər dəfə niyə ölçüləri deyirəm? Bunu da bir daha xatırladım ki, xanımlarımız görsün ki, bizdə əsasən böyük bədən geyim axtaran xanımlarımız narahat olmasınlar. Ölçülərimiz var. Böyük bədən ölçülərimiz mağazamızdan mövcuddur xanımlar. Digər bir dəstəyə keçək. Baxın, bu da çox qəşəng. Bizim mağazanın ən çox sevilən, satılan ikili dəstidir ki, mən hər canlı yayımızda da bunu göstərirəm. Çünki bu gözəlliyi görə, təbii gözəl görəndə gözümüz sevinir. Çox sağ olun, təşəkkür edirəm xoş sözləriniz üçün. Qəşəng şalvarı sadə qara kətan şalvarı var. Köynəyindəki üstü belə qəşəng qaş işləməlidir. Arxa hissəsi sadə bir modeldir. Bunun da qiymətini indi sizin üçün sabitləyirəm. Bir dəqiqə. Bu dəstin də qiymətini sabitlədim. Bu dəstimiz xanımlar standart ölçüdür. Yəni həm böyük bədənlərə uyğundur, həm də kiçik bədən xanımlarımız da o boş model kimi alıb geyinə bilərlər. Materialdakı bir daha xatırladım ki, kətan materialdır. Ölçü dedim ki, standartdır. İkili dəst şəklində satılır. Şalvarı belə qəşəng sadə kətan şalvarı var. Köynəyindəki gözəlliyin özünüz görürsünüz ki, üstü belə qəşəng qaş işləməli, arxa hissəsi sadə bir modeldir. Yəni bu ikili dəstlərimizi almaqla iki ayrı-ayrılıqda iki geyim əldə eləmiş olursunuz xanımlar. O da niyə? Çünki bunu şalvarın istədiyiniz bir köynəklə geyinə bilərsiniz. Nə bilim, köynəyin də istədiyiniz bir şalvar və yaxud ətək modeli ilə geyinə bilərsiniz. Ekranlarımızı bəyənək, zəhmət olmasa. Qiymətlərdəki hər birinin burada sabitlidir. Keçim digər dəst modelimizə xanımlar. Dəstdən sonra keçəcəm yenə donlara. Yaşıl da göstər o rəngləri. Çox gözəl rəngi var. İndi sizə o bizlər biraz tünd rəngləri idi. İndi sizə rəngli bir dəst istəyirəm göstərim.
Baxın. Bu da yumuşaq, bu da pambıq materialdır, səhv eləmirəmsə. Ştapel, aha. Ştapel pambıq materialı çox qəşəng, yumuşaq bir dəst modelidir. Ölçüsü 2XL-dir belə deyim. Ölçüləri də var, rəngi də çox qəşəngdir. Yəni əsl yay rəngidir, açıq rəngdə. Dəst geyinməyi sevən xanımlarımız üçün. Köynəyi də uzundur xanımlar. Bunu məsəl üçün hicablı xanımlarımız da gəlib geyinə bilərlər. Yəni yay üçün rahat bir modeldir. Qiymətdəki, baxın, indi bu modelin də qiymətini sabitləyirəm. Bir dəqiqə. Qiymətini sabitlədim. Görəsiniz ki, bu modelimizin də qiyməti neçədir. Ekranlarımızı yaxşı bəyənək zəhmət olmasa. Rəngi də ki, çox qəşəngdir, açıq rəngdir, əsl yay rəngidir. Ölçüləri də var. Bir daha xatırladım ki, qolu uzundur və köynəyi də uzundur deyə hicablı xanımlarımız da gəlib alıb geyinə bilərlər. Daha sonra digər dəst modelimizə də keçək. Ondan sonra yenə qayıdacağım donlara. O don istəyən xanımı çox gözlətdik. Sadəcə donlardan təzə danışmışdım deyə. Dedim qoy fərqli olsun, biraz daha dəst modellərimizdən danışaq. Belə bir dəstimiz də var. Üstü qəşəng qaş işləməli. Bu dəstimizdə həm günlüyə, həm də ziyafətə geyinə bilərsiniz xanımlar. Şalvarı qəşəng sadə kətan boz rəng şalvarı var. Köynəyin də üst hissəsi, həm də arxa hissəsi. Baxın, belə qəşəng xırda qaşlı bir modeldir. Əlimdəki modelin ölçüsü 60-dır. Ölçüləri var. Qiymətləri də ki, çox münasibdir. Elə qiyməti də burada yazıldı. Onun qiymətini də sabitləyirəm. Görəsiniz xanımlar. Baxın, sabitlənən şərhdə qiymətlər qeyd olunub. Daha sonra biraz daha fərqli sport dəst göstərəcəm indi sizə. Mən qoşulanda 25 oldu ürək, 17 ürəkdən qoşulmuşam. Lap yaxşı, çox sağ olun, əlləriniz var olsun, bəyənlər üçün təşəkkür edirik. Aha. İndi isə istəyirəm biraz sport dəstlərimizdən göstərim, ev geyim modellərindən göstərim. Baxın, şalvarın ayaq hissəsi belə qəşəng düyməli. Koftasını da görürsünüz, üstü belə qəşəng güllü çiçəkli, çox yumuşaq materialdadır xanımlar. Keyfiyyətdəki mükəmməldir. Ölçüləri də var, yəni ölçü cəhətdən narahat olmayın. Göstərilən hər bir geyimin mağazamızda ölçüləri var. Qiymətlərimiz də ki, çox münasibdir. Daimi müştərilərimizə endirimlərimiz də olur. Digər ikili dəstdən, sport olan ikili dəstdən də göstərim. Ekranlarımızı yaxşı bəyənin. 30K-ya 4K qaldı, az qalıb. Belə bir ikili dəstimiz də var. Bu da sport modeldir. Yəni gündəliyə alıb rahatlıqla geyinə bilərsiniz. Şalvarı qəşəng sadə qara şalvarıdır. Köynəyini də göstərim sizə. Belə qəşəng balaca cibi də var önündə. Qaş işləməli, fərqli bir modeldir. Bu modelimizin ölçüsü XL ölçüdür. Ölçüləri də ki var xanımlar. Belə. Məncə dəstlərimizdən bu qədər yaxşıdır. Göstərək? Hə, Göstərdin açıq rəng. yox, onu göstərməmişəm. Onu hər dəfə göstərirəm. Dəyişiklik olsun. Ekranlarımızı bəyənək zəhmət olmasa xanımlar. Sən şalvardan bunu göstərək. Yaxşı. Aha, belə bir dəst modelimizdə göstərim sizə. Açıq rəng, su yaşılı rəngində çox qəşəng bir rəngi var. Bunun da materialı kətan materialdır. Ön hissəsi belə qəşəng qaşlı bir modeldir. Ölçüsü isə 2XL-dir. Digər ölçüləri də var. Yəni bu modelimizdə yeni gələn modellərdəndir xanımlar. Ekranlarımızı yaxşı 27 kq oldu, əla. Daha sonra belə bir fərqli dəstimizdə göstərim. Bunun da şalvarı kətandır. Kətan şalvarladır. Sadə belə qəşəng kariçin rəngdə şalvarı var. Kətan şalvardır. Köynəyi də pambıq materialda. Qəşəng uzun, üstündən belə bir köynəyi də var. Ölçülər də ki mövcuddur. Bu modelimizin ölçüləri çoxdur. Əlimdəki modelin ölçüsü 54 ölçüdür xanımlar. Belə. Hə, ölçüləri də ki var. Yəni ölçüləri çoxdur. Ölçü cəhətdən narahat olmayın. Qiymətlər də ki burada aşağıda hər biri qeyd olunub. Deməli, indi istəyirəm onda donlara təzədən qayıdaq. Don modellərimizdən də xanımlarımız yenidən görsün. Deməli, həm kətan donlarımız var, həm ştafel pambıq material donlarımız var. Yəni həm günlüyə geyinməyə, həm də ziyafətə geyinməyə don modellərimiz var. Onda ən yaxşısı gəlin belə xanımlar. İstəyirəm indi gündəliklərdən göstərdik. Ən yaxşısı keçək şifon material olan, ziyafətə də geyinə biləcəyiniz, ad günə də geyinə biləcəyiniz şifon materialı donlardan mən sizə bir-bir göstərim. Telefonu belə uzağa qoyaq. Baxın, bu stenddə gördüyünüz bütün geyim don modelləri hər biri şifon materialdır. Qiymətlərimiz çox münasibdir. Heç yerdə belə münasib qiymət tapa bilməzsiniz ki, belə gözəl geyimlər belə münasib qiymətdə olsun xanımlar. Keçirəm bir-bir şifonlardan sizə təqdim edim. Bir-birinə qəşəng, güllü, rəngli, fərqli şifon don modellərimiz var. Hə, bu modelimiz atlasdır. Bu birinci ilə bu əlimə gəldi. Qoy bunu göstərim, təqdim edeyim.
Bunun da ölçüsü 58-dir. Digər ölçüləri var. Atlas materialdandır. Uzunluğu diz altı bir modeldir. Yəni çox qəşəngdir. Ad gününə də, ziyafətə də, işə də, yəni alıb rahatlıqla geyinə bilərsiniz. Qiymətimiz də ki çox münasib. Daha sonra şifonlardan davam edək. Baxın belə. Bu böyük ölçü istəyən xanımlarımız üçündür. Baxın, qara rəng, qəşəng şifon material. Yaxa hissəsi qaşlı, qol hissəsi qaşlı, qəşəng zərif bir modeldir xanımlar. Ölçülərimiz də mövcuddur. Uzunluğu da ki diz altı bir modeldir. Uzun xalat platyalar. Yaxşı göstərərəm. Şifonlarını göstərərəm. Daha sonra belə qəşəng şifon donlarımız var. Bir göstərəcəm sizə. Baxın. Bu don gözəlliyin çox qəşəngdir. Yəni həm atlaslı, həm şifon belə materialdadır. Qarışıq qəşəng fərqli bir dondur. Yaxından da göstərim. Boğaz hissəsi belə qəşəng, həm gül, həm də muncuq işləməli. Arxa hissəsi belə sadə. Qol hissəsi bu arada tüldür. Qolu tüllü qoldur, qəşəng. Yəni yayda da, yazda da geyinə bilərsiniz, ziyafətə də geyinə bilərsiniz xanımlar. Ekranlarımızı yaxşı bəyənək, zəhmət olmazsa. Yeni gələn izləyicilərimiz də hər biri xoş gəlib. Daha sonra şifon material belə qəşəng, nazik yay üçün don modelimiz. Boğaz hissəsi belə qəşəng varetnikli bir modeldir. Həm qaş işləməlidir. Baxın, boğaz hissəsi də qaş işləməli. Əlimdəki modelin ölçüsü 52 ölçüdür. Digər ölçüləri də var. Yəni hər biri yeni gələn, yeni kolleksiya olan, nazik, sərin materialda olan don modellərimizdir. Daha sonra şifonlardan belə istəyirəm göstərim. Elə bunu da götürüm. Görəsiniz ki, baxın bu modelin əlimdəki bunlar ziyafət paltarlardır. Günlük sarafan donlar göstərin. Günlükləri göstərmişəm xanımlar. Bir saatdan çoxdur ki, canlı yayımdayıq. Günlük də göstərmişəm, dəst də göstərmişəm. Siz yeni qoşulmusunuz, ona görə yəqin ki, onları görməmisiniz. İndi göstərəcəm onları da yenidən. Qiymətini demədiniz. Bu şifonların qiyməti neçə idi? Bir qiymət burada yazılacaq. Mən özüm deməyəcəm. Baxın, burada şərtdə yazılacaq. Mən sabitləyəcəm, görərsiniz. Deməli, iki rəngi ilə olan, iki rəngi mağazamızda var. Gördüyünüz modellərin şifon materialdır. Hər ikisində boğaz hissəsi belə baxın qəşəng qaş işləməlidir. Ölçüləri var xanımlar. Belində hətta öz parçasından kəməri də var. Yəni istəsəz həm kəmərli, həm də kəmərsiz istifadə edə bilərsiniz xanımlar. Birinin ölçüsü 60-dır, birinin ölçüsü 62-dir. Yəni əsl o böyük bədən geyinməkdən xanımlarımız üçün məncə idealdır. İki ölçüsü ilə də, yəni iki rəngi ilə daha doğrusu mövcuddur. Ölçüləri boldur, beli kəmərli. Boğaz hissəsi də belə qəşəng qaşlı, şifon model. Donlarımızdır. Ekranlarımızı bəyənək. Baxın, ekran bəyənməmiz neçə oldu? 29.000 oldu. Bəyənək 30.000 eləyək. Ekran bəyənimizi zəhmət olmasa xanımlar. Bugünkü izləyicilərimiz də çox bəyəndim. Son 2 gündür maşallah olsun. Canlı yayımız çox qəşəng aktiv davam eləyir. Ona görə də bütün izləyicilərimizə təşəkkür edirəm. Hər dəfə mən bunu deyirəm ki, çox sağ olsunlar ki, bizi izləyirsiniz, bəyənirsiniz, dəstək olursunuz. Deməli, xanım demişdi ki, nə onun istəyən göstərək. Bayaqdan o yazmışdı. Uzun xalat platyalar. İndi onu göstərirəm sizə. Uzun xalat platyalar. Elə bunu atmışdım bayaq. Yeni gələn modellərimizdən. Baxın, belə olsun, belə var. İndi gətirəm sizə, yaxından göstərim. Seçim mən bir-bir. Ekranları bəyənək, zəhmət olmasa canlımızı paylaşaq. İzləməmiz düşməsin. Seçdim sizin üçün həm xalat, həm də platya kimi geyinə biləcəyiniz qəşəng, sərin material, ştapel, pambıq material, bir-birindən gözəl don modellərimizi xanımlar. Baxın, bu modelimizi bayaq göstərmişdim. Bu xanım üçün yenidən göstərirəm. Salam, xoş gördük. Allah bol-bol müştəri yetirsin inşallah. Salam, çox sağ olun, təşəkkür edirəm inşallah. Baxın, bu modelimizdə həm xalat, həm də don kimi geyinə bilərsiniz. Ölçülər də var, yeni gələn modellərdir. Əlimdəkinin ölçüsü 58 ölçüdür. Ön hissəsi belə qəşəng düyməli, pambıq materialdan olan yeni gələn qəşəng bir don modelidir xanımlar. Daha sonra belə bir don modelimizi göstərmək istəyirəm. Bunun başqa rəngi də var. İlə onu da çıxardım. Baxın, buradadır. Bu modelimizin iki rəngi ilə gəlib mağazamıza. Həm bu rəngi var, həm də belə digər fərqli belə bir bəzəkli rəngi də var. Hər ikisinin də boğaz hissəsində belə qəşəng şirin broşu da var, aksesuarı da var. Ölçüləri də ki mövcuddur. Uzunluğu dizdən aşağı, diz altı bir modeldir. Biri 60 ölçüdür, biri də 58 ölçüdür. Ölçülər çoxdur, qiymətlərimiz isə olduqca münasibdir xanımlar. Daha sonra belə qəşəng gündəliyə, yəni xalat kimi, həm də don kimi geyinə biləcəyiniz aşağı hissəsi belə qəşəng valanlı don modelimizi təqdim etmək istəyirəm. Bu modelimizin də ölçüləri çoxdur. Yeni gələn bir modeldir.
Daha sonra belə qəşəng belində öz parçasından kəməri olan, bu da yeni gələn pambıq materialda qəşəng sərin saxlayan don modelimiz. Ekran bəyənməmiz 30.000 oldu. Bunu da göstər. Afərin. Daha sonra belə qəşəng modelimiz də hər biri görürsüz ki, rəngli. Mən 30 elədim, sağ ol. Siz sağ olun, təşəkkür eləyirəm. Əlləriniz var olsun. Bütün izləyicilərimiz elə bəyəndi. Baxırdım, sizi də xüsusilə görürdüm. Gəlsin ona yaxşı endirim. Bəli, görürsüz, dedilər ki, gəlin sizə yaxşı endirim eləyəcək. Bir rəng olan donlarınız yoxdur, güllü-güllü olmasın. Bir rəng donlarımız da var, göstərərik. Salam, 4-cü neçəyədir? 4-cü hansı? O qədər don göstərdi ki, qiymətləri belə deyim, pambıqların, ştapellərin qiyməti 35. Belə deyim, biləsiniz. Aslında bir rəng istəsə belə var. Deməli, bir rəng donlarımız var. İndi göstərirəm. Baxın, bir rəng kətam materialda don. Hə, bunun yaşıl rəngi də var idi. O tərəfə atmışam. Burada da varsa zəhmət olmasa verin. Hə. Baxın, korичневый rəngdə kətam material, bir rəng istəmişdiniz, bir rəng olan. Baxın nə yazdılar? Mənim istədiyim bir şey olmadı. Niyə? Bayaqdan göstəririk də, siz nə yazırsınız, göstərirdik. Yenə yazın, nəsə fərqli bir şey axtarırsa göstərək. Əlindəkinin qiyməti, bunun qiyməti 60. Aha. Uzunluğudakı uzun bir modeldir, materialı kətandır, sadə bir rəng istəyən xanımlarımız üçün. Ölçüsü 54-dür, digər ölçüləri də var, yubqalarımız da var, göstərərəm. Daha sonra bir rəng, baxın bunun yaşlı rəngi də var. Mən istəyirəm onu sizə göstəreyim, xat bir rəngi var idi, bir dəqiqə burası. Ekranlarımızı bəyənək xanımlar, zəhmət olmasa. Hə, bəs nə? 2 gündür maşallah olsun, canım çox qəşəng gedir. Hə. Göz deyəcək. Özümün gözüm deyəcək elə. Hə. Deməli, bir rəng olan, baxın, bir rəng don istəyən xanımlarımız üçün, bu da yeni gəlib, pambıq materialdan. Ölçülərdəki var xanımlar, yəni yeni gəlib deyə ölçülərini çox gətirmişik. Baxın, belə qəşəng güllü çiçəkli, həm yaxasında. Mən dalanan kimi ürəklər dayandı. Hə, deməli, ən çox siz bəyəndiniz. Görürüz, burada dedilər ki, o xanım mağazamıza yaxınlaşsın, ona endirimdə istədiyi geyimi, endirimli qiymətə təklif edərik. Aha, ölçüləri var, uzun bir modelli, yan hissəsindən cibi də var. Qəşəng güllü, sadə bir rəng geyim modelimizdir. Hə, sonra xalat platiyə belə bir şey var. Boş modeldir, ölçüləri çox böyük ölçüdür. Əlindəki modelin ölçüsü 58 ölçüdür. Yəni həm xalat, həm də platiyə kimi geyinə bilərsiniz. Balacası da var, böyüyü də var. Yəni ölçülərimiz çoxdur, çeşidlərimiz çoxdur. Yəni mağazamızda bir sözlə yoxdur xanımlar. Gəlin, alın, endirimli qiymətdən yararlanmağa tələsin. Bunun qiyməti neçə idi bəs bu axırıncının? İndi orada yazarlar. Sizdə şərh bölməsində yazarlar, mən sabitləyərəm. Qiymətləri burada qeyd edəcəklər. Mən hamısını sabitləyəcəm, baxarsınız. Əlaqə nömrəmizdəki bu baxın ya, hə, indi mən bunu qeyd edirəm. Aha, sabitlədim. Əlaqə nömrəmizdəki var. Baxın, burada qeyd eləmişəm. Bu sarı çərçivənin içində olan. Nə sualınız olarsa, çatdırılma istəyirsinizsə, nə bilim, nəsə bir hansı başqa bir modeli görmək istəyirsinizsə, buradakı əlaqə nömrəsinə də yazın. Mən sizə məlumat verim. Daha sonra bir rəng sadə geyim axtarırsınızsa, bunun veşilkası əlimdən düşdü. Mən istəyirəm belə göstərim. Bir rəng qəşəng xak yaşıl rəngində, bunun obisi rəngində indi göstərmişdim sizə. Yəni ölçüləri var. Mayka tipli donlarımız, hamı şərh bölməsi nədir bilmir. Canlıya baxırsınızsa şərh bölməsində bilirsiniz. Sən bu mesajı məsəl üçün hardan yazmısınız? Yəni hardan yazmısan bunu? Yazında bilirsən də şərh bölməsi nədir? Yəni onu bilməyən məncə canlı yayımda olmur. Bilir ki, o şərh bölməsi nəyə deyilir. Mayka tipli donlarımız da var. İndi göstərirəm. Ekranlarımızı bəyənək, zəhmət olmazsa xanımlar. Hə. Mayka tipli, qəşəng. Gündəliyə geyinə biləcəyiniz, nə bilim, evdə geyinə biləcəyiniz don modellərimizdəki çoxdur. Bir verməni istəyirsən bu şeyləri. Tutun bir-bir göstərim ən yaxşısı. Baxın, bunlar qəşəng evdə geyinmək üçün nazik salafan model donlardır. Güllü çiçəkli, qəşəng fərqli rəngi də var. Ölçülərdəki böyük ölçüdür. 2XL, 3XL ölçülərdir. Yəni çox qəşəng sərin saxlayan, sərin material donlardır. Daha sonra baxın, bu ən qəşənglərinin elə biri də budur. Rəngi də çox qəşəngdir, çəhrayı rəngdir. Aşağı hissəsi də baxın, belə göpürlü. Bu elədir ki, heç bunu belə harasa da geyinə bilərsiniz. Yəni tam gündəlik salafan kimi deyil. Belində baxın, belə kəməri də var. Qiymətlərimizdəki çox münasibdir xanımlar. Daha sonra mayka tipli belə qarası var. Baxın, qara heç nəsi salafanda var.
Sonra belə korичnev rəngi də var, ölçülərimiz də var, hər şey var. Mağazamızda yoxdur xanımlar. Belə. Başqa nə sualınız varsa qeyd eləyin, mən gözləyirəm. İndi növbəni verək izləyicilərimizə. Görək kimin nə sualı var, kim hansı model görmək istəyir, kimə nə maraqlıdırsa desin, göstərim. Kofta göstərdik, don göstərdik, dəst göstərdik, nə bilim şifon da göstərdik. Salam ünvan. Salam, xoş gəlmisiniz. Ünvanımız Əhmədli metrosunda yerləşir. Əhmədli metrosundan düz yuxarı qalxırsınız. Bakı kinoteatrının keçən kimi birinci svetofordan sağa dönürsünüz. Azayla üzbəyüz yerləşir. Məzahir Rüstəmov 140 küçəsi. Sarafanlar var. Elə indi göstərdiklərim salafanlar idi xanımlar. Nəyə göstərirdim bəs mən? İndikilər salafanlar idi. Elə əlimdə olanlar. Yenidən sizin üçün göstərirəm. Yəqin siz yeni qoşulmusunuz. Baxın, bir-birindən qəşəng, fərqli, çeşidli sədrəkdə çatdırılma nə qədərdir rayon maşınlarına. Çatdırılma qiymətimiz belə deyim, bölgədən asılı olaraq dəyişir. Onu əsasən çatdırılma edən kuryerimiz bilir. Yəni istəyirsinizsə bu əlaqə nömrəsinə yazın. Orada mən öyrənim ki, o istədiyiniz əraziyə çatdırılma qiyməti nə qədər olur. Ona əsasən məlumat verim. Hə, yəni bunlar da bayaq göstərmişdim. Bir-birindən qəşəng, rəngli, güllü, bəzəkli, güllü çiçəkli, bəli, güllü çiçəkli salafan modelləridir hər biri xanımlar. Qiymətlərimizdəki çox münasibli, materiallardakı sərin materialdır. Belə. Gündəlik donları göstərirdim, bayaqdan göstərdiklərim mənim nədir? Nədən? Yox, toyluq donları çox şey eləmir, dayı baxmırlar. Toylar bitib. Səni görmək istəyirəm müştərilər. Qoymurlar düşəsən də. Hə, ipli sarafanları deyirəm. Bunlar sarafan deyil. İpləri var, ip olan. İp belə var. Hə. İp belə var. Baxın. Oy, bu nə idi? Niyə beba yenə gəldi? Canlı yayın 3 dəqiqə ərzində sona erəcək. Kimsə bizi spamladı. Yo, bir dəqiqə bu niyə belə oldu ki? Baxın. Bax, belə yazılıb. Hə? Nə yazılıb? Ən yaxşı bağlayaq. Hə, bağlayıb.